Axırda söyləndə sən olacaqsan. Pis olanda sən olacaqsan. Heç kəs, heç bir Azərbaycanın heç yerində səndən danışmayacaqlar. Necə ki, hal-hazırda da heç kəs səndən danışmır. Ömrü boyu perpetuqdan danışıblar, yenə də onlardan danışacaqlar. Sabahları sən tutulsan, heç kəs çıxıb deməyəcək ki, niyə tutuldu bu adam, millətə yardım eləyirdi deyə mi tutuldu? Heç kəs bunu deməyəcək. Desələr mən şərəfsizəm. Deməyəcək. İkinci məsələ. Əgər millətin vəziyyəti bu qədər zordursa, bu insanlar ermənidirlər, bura qoşulanlar, yox haralıdırlar. Bula mənim maraqlıdır. Bura qoşulan insanlar haralıdır. Bir də zəhmət olmasa qardaş, misafirdəki olan qardaş, haralısan sən? Tovuz rayonundan. Haralısan, haralı, milliyyət olaraq haralısan. Azərbaycan xalqı. Azərbaycan, ölənlərin rəhmət, dövlət hardadır? Dövlət. Oğlum var evdə. Dövlətim. Oğlum var evdə. Bəli, bir evladım var. Böyüyəndə əskərə gedəcək, vətənə borcu olacaq. Bəli, o hər kişinin borcudur. Sərxanın həyatında gəlib döyüşməyəcək ki. Sərxanın həyatında gəlib baş daşımayacaq ki, uşağın böyüyəndə. Yox. Yox. Ay sağ ol, ay sağ ol. Niyə bu gedib bu dövlətdən istəmirsiniz? Qardaş, devlət mənim o evladım var, oğlum var. Özüm döyüşmüşəm. 2016 aprel döyüşlərində olmuşam. Özüm də qulluq eləmişəm. Bu dəqiqə kasıbın balası ki, Allah şəhidlərimizə rəhmət eləsin. 3000 şəhid verdik. Yox, mən bir sənə üzülürəm. Yəni, burada oturan bu adam sizə vaxt ayırır. Bu adamı heç kəs sevməyəcək. Bax, bu günləri mən sizə açıq dinləyim. Bu adamın qədrini, qulaq as bir dənə. Bu adamın qədrini buradakı 15 min nəfər edirəm. Heç kəs bilməyəcək. Sabahları bir ay canlı açmasa, heç bir yerdə Sarxan hardadır, Sarxana nə oldu deyə paylaşılmayacaq. Siz Velizardan danışacaqsınız. Siz Velizar kimilərdən danışacaqsınız. Baboş gedib birinə bir dənə toyuq versə, ondan danışacaqsınız. Yox, müəllim, valla, indi o... Səndən söhbət çelmir. Bu günləri cənab prezident sənin rayonuna gəlsə, qaçıb atlanacaqsan qabağını, qurban olun prezidentimə deyəcəksən. Amma Sarxan gəlsə, deyəcəksən ki, mənim işim var, gedə bilmərəm Sarxanın qabağına. Bu reallıqdır. Bizim toy olması elə döy, qardaş. Prezident gəlsə, sən gedib qurban olum sənə deməsən, məndən şərəfsizi yoxdur. Yox, səhsən, qardaş. Aycan, harada video çəkib demirsən ki, Səhiyyadan şikayət eləyirəm, dövlətimə uşaq baxmalıdır, sığort eləməlidir, qaraciyərimə dövlət baxmalıdır. Mən bəs illərlə də video çəkirəm ki, sığorta qarşılır bizim hər şeyimizi, dövlət eləyir, Amerika dövlət eləyir, uşaq pulu verir, uşağın məktəbə getmir, məktəb pulu verir. Niyə çıxıb mənim videolarıma əks video çəkib demirsiniz ki? Bəli qardaş, mən bu oğlanın yaşayışını çəkdiklərini göstərir. Mən bunları görürəm, mən bu cür yaşayıram. Niyə insanlara göstərmədiniz ki, sizin yaşayışınızı? Sabahlar burada sənə 5000'le yığılsa, Sarxanın ayağı büdrədiyi halda ayağından ən birinci daş atan sən olacaqsan. Mən sənə demirəm ama sözümü. Ümumi kömək istəyənlərə deyirəm. Mən burada bir qadın üçün pul yığdım uşağı için. Sarxan. Deməli bir qadın üçün pul yığdım, Məhəmməd adlı uşağı için. 10 dəqiqəyə bir izləyicim elə 1000 manat pul attı. Ailəmə pul vermişdim uşağa zada xərcləməyə. Öz ailəm belə ürəyi dözmədi, o da pul attı. Pərviz Vahab bizi söyürdü. Pərviz Vahab da onun üçün 10 manat pul yığmışdı təsəvvür edən. Pərviz Vahaba yazıb ki, gəl sən onun ailəsinin şəkilindən atım, söy. Bu millətin qanında yoxdur, qardaş. Bu millət tent altında qaçanları sevir. Bu millət Lamborghini sürənləri sevir. Bu günləri sənin altında Ferrari varsa, ailən səhv yoldadırsa, yoldaşın ortada hokka verirsə, bacın klublarda partladırsa, sən yenə də ən qeyrətlisisən. Özünüzü cırsız da, olardı qeyrətli. Hani Velizar çıxdı 2 gün kömək elədi, halbuki kömək eləmədi, cəmaat elədi. Oturduğu yerə şiirlər gəlirdi ona, pələnlər gəlirdi, əcdahalar gəlirdi, TikTok'un versallar gəlirdi. 20 dəqiqədə yayına baxıram, zırt da atmamışsınız buna. Ne oldu? O niye o Azerbaycanlara köməkdir, bu Erməniyə kömək eləyir? Hani da bu, hani o işi, hani bu Azerbaycanın jeton satışına məşğul olan o pota qardaşlar var, türmədən çıxanda it balası kimi ağlayırdılar. Jeton satışı Rüstəmdir, nə bilim o potaların adını bilmirəm.
Hardadılar bu reklam eləyənlər, sonra Amerikadan mən orada gülürdüm diye atanlar. Hani sizin şiirləriniz, hani sizin TikTok universallarınız? Millətimiz sürünür, ölür. Adamlar uşağın gösterir. O uşaq bu sabahlar bu kaydı olsa, bu kardeşi de qınamır, hamı Sərxanı məcbur gösterir ki, aldatmasınlar. Bu günlər mən desəm ki, bir də kömək edirəm, cəmaət öz kartın yazır. O öz kartın, bir uşağa pul yığ, cəmaət altdan öz kartın yazır. Şəhidin kardeşinin kartından pul oğrayan insanlarıq biz. Biz şəhidin atasının kartından pul oğrayan, həyat yoldaşının kartından pul oğrayan insanlarıq. Düzdür qardaş. Düzdür. Başa düşdünüz? Yəni deməklə bitmir. Bunu nə qədər də danışsan, nə qədər də olsa hər zaman bu adamın qədri bilinməyəcək. Sərxan, peşman olacaqsan. Bax, and olsun bizi yaradana, kim yaradıb, nə yaradıb. Peşman olacaqsan. Axırda səni də söyəcəklər. Ailəvi də söyəcəklər. Bax, bir ay elədin, 2 gün xəstə ol. Çıxma efirə. Var yoxuna nə elətdi? Məsələr ki, sən primsin eləmişsən, artisti eləyirdi, pulsun eləyirdi, məndən şərəfsi yoxdur. Qardaş, eləmə. Düzənə deyəsən. Vallahi eləmə. Ay qardaş, bax səni istəyirəm, deyirəm. Səni yaxından uzaqdan tanımıram ki, görmüşəm. Halaldır. Əhsən, təqdir edirəm. 4 il eləmişəm, eləmə. Eləmə, vallahi eləmə. Qardaş, dövlət sənsən. Qardaş, nə qədər qaza borcun var? Benim? Ha, nə qədər qaza borcun var? Mənim qaza bu dəqiqə mən bir xəstəyəm deyin, ödəyə bilmirəm. Özüm ustayım, yox zəngiyənətəm. Nə qədər borcun var? Mənim maraqlıdır, ödəyə bilsən. Nə qədər borcun var? 375 manat. Dövlətə deyirəm ki, mən neft ölkəsində yaşayıram, mən qaz pulu vermək istəmirəm. Bu adam sənsin. Deyim. Bax, necə deyirsən, bax görürsən, sənin kimi 5000 adam desə ki, mən qaz pulu ödəmək istəmirəm neft qaz ölkəsində. Bu tür oğlanları ortada istifadə eləməzsiniz. Vallahi deyirəm, bəlkə qıraqdan baxıb oğlanı söyürlər. Sonra buraya gəlib deyirlər ki, qardaş mənə kömək elə. Bəlkə də baxanda deyirlər, bu tipinə bax, bu papağına bax, hə. Sonra gəlib elə, qardaş mən mənə kömək elədi. Mən milləti tanıtdırmayı. Dalını da biləm, qabağını da biləm. Bir sıfır onlardan öndəydi. Ay qardaş, səhifəyə baxmışam, adam mənim kaydımı paylaşıb. Biri girib yazıb ki orada. Bunun kimi boynu yoğun saqqallı zad yoxdur. Girib adama nömrəmi yazmaq istəmişəm. Adam görürəm 2 ay əvvəl mənə yazıb ki, salam qardaş, Amerikaya necə gələ bilərəm? Mən adamın mesajını baxmıram da, çünki 10.000 mesaj var. 10.000 mesajın içində onun mesajını görmədiyimə görə adam başqa kayd yerində yazıb ki, bu saqqallı peyzər nə bilim nə. Halbuki buna girib nömrə yazmaq istəyəm ki, kimi söysən? Görürəm bu adamın 2 ay əvvəl mənə mesajı var. Dəfələrdən olub belə. Sən bu söz deyim. İnsan var, görür kör kimidir, eşidir kar kimidir. Yəni mən hər şeyi həqiqi mən burada bestəmənnasız nə? Qardaş, eləmə. Ölüm ayağına. Qardaşım, vallah eləmə. Mənim Allah bilsin qədrimi. Bura, ay bura, Allah bilirəm qədrimi bilsin. Eləmə deyirəm. Ən birinci söyəm onlar olacaq. Bax, üzlərinə deyirəm. Qardaş, yaxşı adam. Sabahları, bax, sən də get onların rayonuna, Səhiyyə naziri də getsin onların rayonuna. Sən də get onların rayonuna, Səhiyyə naziri də getsin onların. Bax, qaz idarəsinin müdürü də getsin, onların məhəlləsi də, sən də get. Allahın dostu qaz idarəsinin müdürünün qabağına qaçacaq. Yox qardaş. Məni tanıtdırmadı qardaş, vallah tanıtdırmadı. Amma sənə bir söz deyim. Yazıqsan qardaş, ailəvə, özüvə. Bax, acınacaqlı insanlar. Ay millətim. Məsəl üçün. Nə olar Qardaş, mən görür? kimi xəstəyə nə varsın bə? Xəstəyə, gəl sənə deyim. Xəstəyə dövlət baxmalıdır. Sən sağlam olanda... Aha, buyur. Sən sağlam olanda dövlətin sənə ehtiyacı var. Doğrudurmu? Gedirsən müharibəyə, gedirsən döyüşə, gedirsən can verirsən, əziyyət verirsən. Xəstə olanda niyə bəs? Biz deyirik Allah dövlətimizi qorusun. Biz o duanı eləyirik hər dəfə. Allah dövlətimizi qorusun. Dövlət bizi haçan qoruyacaq? Mənim valideynlərim 2 də xəstəliklə dünyasını dəyişib. Biri böyrək çatışmamazlığından, biri də mədə bağırsaq xərçəngi ilə. Haradaydı mənim dövlətim? Mənim əlimdə 5.000, 3.000 olmadı ki, mən